Değerli YouTube kanalımın izləyiciləri, növbəti bir mənzildə hamınızı salamlayıram. Elmlər metrosunun yaxınlığında Mətbuat prospektində 16 mərtəbəli yeni tikili bir bina var burada. Çox gözəl bir binadır. Geniş həyətli, yeraltı dayanacaq və üst lifti ilə digər binalardan seçilir. Burada sizə 183 kvadrat ölçülü, qanuni 4 otaqlı, yeni təmir olunmuş, təmir zamanı bahalı və keyfiyyətli inşaat materiallarından istifadə olunmuş Kufcalı bir mənzili sizlərə çəkib təqdim edəcəm. Xahiş olunur, təqdimatdan öncə kanala abunə olub, videonu bəyənməyi unutmayın. Giriş hissədən başlayaq. Giriş hissədən daxil olduqda, baxın, belə bir dəhliz hissə bizi qarşılayır. Kifayət qədər geniş sahəyə malikdir. Ümumilikdə mənzil 183 kvadrat metrdir. Burada mənzilin əsas ümumi sanitar qovşağı yerləşir, kifayət qədər genişdir. Əsas yataq otağı, eyvana çıxışı, daxilində qardırob otağı və sanitar qovşağı yerləşir. Burada iki ayrılmış yataq otağı, uşaq və böyük yataq otağı, hər ikisindən eyvana çıxış tam vitrin pəncərə ilədir. Bu hissədə mənzilin qardırob hissəsi yerləşir, yəni üst qardırobdur. Öz zövqünüzə uyğun olaraq artıra bilərsiniz. Kifayət qədər dərindir və genişdir. Burada mənzilin çamaşırxana hissəsi yerləşir. Baxın, çamaşırxana hissəsidir. Lazım olan mebel dəstləri ilə və texnika ilə təchiz olunub. Üzəri siyirmədir, bağlayırsınız, tam güzgü vəziyyətinə alır. Burada mənzilimizin mətbəx hissəsidir. Mətbəxdən eyvana çıxış var. Bütün otaqlardan eyvana çıxış var, onu da qeyd edeyim. Və böyük, geniş bir eyvanlar var. Qarşısı açıqdır, gün düşən bir mənzildir. Baxın, eyvanın genişliyini görürsünüz. Bütün otaqlardan baxın, bu şəkildə eyvana çıxış var. Belə bir mətbəximiz var. Mətbəxdə də lazım olan texniki avadanlıqlarla təchiz olunub. Yataq otaqlarının birində kondisioner yoxdur, səhv eləmirəmsə, digər hissələrdə kondisioner soyutma sistemi ilə təchiz olunub. Membrandan yığılmış mətbəx hissəsini görürsünüz. Və mənzilin bütün otaqlarında döşəmədə bambuk parketdən istifadə olunub. Ən bahalı parketlərdən istifadə olunub. Giriş damafon sistemi ilədir. Baxın, bu şəkildədir. Burada mənzilin qonaq otağı yerləşir. Baxın, belə bir qonaq otağı var. Kifayət qədər genişdir, çox böyük bir qonaq otağı var. Həqiqətən də. Təmir çox bahalı təmirdir və təmirdən də sonra yaşayış olmuyor, dəyərli izləyicilərimiz. Baxın, belə bir qonaq otağıdır. Divarda aboy və lefka işləmələrdən bahalı elektrik təchizatlarından istifadə olunub. Keçək digər hissələrdən baxaq. İstilik sistemi fərqli olaraq kombidir və bütün otaqlarda dəhlizdə kombi batareyalar tam şəkildə yerləşdirilir. Burada baxın, iki yataq otağı ayrılıb ümumilikdə. Yəni iki ailə burada rahatlıqla yaşaya bilər. Onu da qeyd edim. Yataq otaqlarına daxil olduqda iki yataq otağına burada belə bir kitablıq rəfi, uşaq yataq otağı və böyük yataq otağı, hər ikisindən vitrin pəncərə ilə eyvana çıxışı var. Baxın, belə bir uşaq yataq otağıdır. Qarşısı açıqdır, qeyd edirəm, gün düşəndir. Cənub və qərb istiqamətinə baxır. Baxın, belə bir uşaq yataq otağıdır burada. Burada ikinci yataq otağı və birinci valideyn yataq otağıdır. Buradan da həmçinin eyvana çıxış var. Mənzilin hündürlüyü 3 metrə yaxındır, qeyd edim onu sizə. Və mənzildə gördüyünüz bütün əşyalar bahalı və keyfiyyətli firma məhsusdur və mənzildə də qalacaq. Onu da qeyd edim. Keçək digər hissələrlə tanış olaq. Burada əsas yataq otağıdır, az öncə qeyd elədiyim. Daxilində həm sanitar qovşağı, həm də qardırob otağı, eyvana çıxış, tam vitrin pəncərə ilə kondisioneri, yataq dəsti yerləşdirilib. Yalnız yataq otaqlarında elektronika yoxdur. Onu qeyd edim. Və yataq otağının daxilində qardırob hissəsi, baxın, bu şəkildədir. Və daxilində sanitar qovşağı yerləşir. Mənzilimiz 17 mərtəbəli binanın 9-cu mərtəbəsində yerləşir. Qanuni 4 otaq 183 kvadrat ölçüyə malikdir. Giriş qapıdan da daxil olduqda belə bir gözəl güzgü işləmələrdən istifadə olunub. Dəhliz bu şəkildədir. Baxın, gördüyünüz kimi daxil olduq. Geniş bir dəhliz hissə. Və burada ümumi sanitar qovşağı yerləşir. Hamam tualet hissəsi kifayət qədər genişdir. Baxın, bu şəkildədir. Döşəməsi və tavanı sizlərə təqdim edirəm. Mənzilimiz haqqında ümumi məlumatı və qiyməti qeyd edim sizlərə. Mənzilimiz Yasamal rayonu Mətbuat prospekti, Bakı Dövlət Universitetinin yaxınlığı, Elmlər metrosuna 4-5 dəqiqəlik piyada məsafəsində.
17 mərtəbəli binanın 9-cu mərtəbəsində 183 kvadrat ölçülü qanun dövründə kubçalı, əşyalı, texnikalı bir mənzili çəkib sizlərə təqdim elədim. Qiymət 560 min manat başlanğıc qiymətdir. Real alıcıya danışıqlar əsasında mənzilə baxdıqdan sonra bazarlıq etmək mümkündür. Mənzil haqqında bu qədər. Növbəti çəkilişdə və mənzildə görüşənədək.